Həqiqəti bilmək istəyirsinizsə, məsələnin kökünə nəzər salın. Həqiqət heç vaxt üzdə olmur. Üzdə ancaq yozum olur. Və insanların ədalətli olub-olmamasından asılı olaraq müvafiq şəkildə ya həqiqət təsdiqini tapır, ya da danılır. Gəlin məsələnin kökünə gedək. Qonağım tanınmış həkim, pedaqoq, istənilən mövzuda hamıdan çox danışan, amma hamıdan az söylən Rəşid Mahmudovdur. Bəlkə də Xoş söylərlər. gördük sizi. Sağ olun, təşəkkür Hoş ederim. gördük sizi. Yox, heç narahat olmayın. Az söylən sizsiz. Rəşid müəllim, bildiyiniz kimi Üzeyir Hacıbəyovun gözəl musiqisindən başqa publisistik əsərləri, yumoristik yazıları, qeydləri də var. Teletonları var, çox. Bəli, və qeydləri var idi. Bəli, qeydləri. bəli. Onun bir qeydi. Balaca uşaqdan soruşurlar. Abala, bu söyüşləri kimdən öyrənmisən? Uşaq nə desə yaxşıdır. Deyir atamdan. Onun bütün söyüşlərini yadımda saxlamışam. Ona görə hər bir kəs ağzının danışığını bilməlidir ki, uşaqları da ağıllı başlı mərfətli böyüsünlər. Bu köklənmə idi. Sadə həqiqətlər indi başladı. Rəşid müəllim, bayaq dediyim kimi, siz hamıdan çox danışıb, amma hamıdan az söylürsünüz. Niyə? Bu barədə sizə paxıllıq edənlər də var. Mədəni, söyüş söyməyən tamaşaçılar bu niyə sualına sizdən cavab gözləyir. Ona görə söymirlər ki, mən həqiqəti deyirəm, insanların ürəyindən keçənləri deyirəm, Allahdan başqa heç kəsdən qorxmuram. Yəni sizə elə gəlir ki, hər zaman həqiqəti deyirsiniz. Amma hərdən elə olur ki, insan həqiqəti bilib səhv danışır. Sözün çəkisi olmalıdır, eləmi? Kişi sözünün. Bəli. Sizcə sözün deyib, sözünə əməl etməyənin nəyi çatmır? Allah verək ona çatsın. Bax, əgər sözünü deyibsə, əgər o onun arxasında durmursa, o kişi deyil. Ona kişi demək olmaz. Kişi sözünü birincisi düşünüb çıxartmalıdır ağzından. Əgər söz ağzından çıxmırsa, sən onun padşahı sənsən, sözün padşahı sənsən. Ağzından çıxıbsa o söz, sən o sözünün qulusan. Onun dalınca getməlisən və onun nə cəzası varsa almalısan. Cəza almalısan o sözə görə. Bilirsin necədir? Çox qəribədir insanlar. İnsanlar yalan düzəldirlər. O yalanın üstündə nələr qururlar. O yalan da axırda faş olur. Bilirsən, uşaq vaxtından bunlar yalan danışmaq öyrənirlər. Uşaqlar atasından, anasından qorxurlar. Bir dənə səhv eləyirlər. O səhvdən sonra yalan danışır, atasını və anasını alladır. Bunlar keçirlər. Görür ki, yalan danışanda keçir. Beyində iki mərkəz var. Onların biri həqiqət mərkəzi, düz danışmaq. İkincisi isə yalan danışmaqdır. Hansı mərkəz işləyirsə, ona qan çox gəlir, qida maddəsi çox gəlir. O yalan mərkəz ki, bircə dəfə oldu, yarandı, başlayacaq o yalanı deməyə. Dedikcə bu mərkəzdə oldu yalancı, axırda olacaqsa adın olacaq Qopçu Məmməd. Çünki yalan danışdı bu, elmdir bu. Elmi əsası budur. Yalan, fili utdu bir ilan. Bir ilan, tamam olur. Rəşid müəllim, siz hər şeydən xəbərdarsınız. Deyin, görün bu koronavirus, bu bəla necə gəldi çıxdı? Bilirsən, mən hələ tələb olanda biz keçirdik ki, qripin 67 növü var. İndi yüzlərlə növ çıxıb. O siz dediyiniz vaxtlar qəribə xəstəliklər yox idi. Bütün xəstəliklər sadə və aydın idi. Belə bir zarafat da var idi. Müalicə olunan qrip 7 günə keçib gedir. Müalicə olunmayan bir həftəyə. O da eyni şeydir. Eyni şeydir. Bəli. Sizdə şübhə yoxdur ki, bu viruslar hansısa laboratoriyada yaranır. Çünki bundan qabaq dünyanı quş qripi sarsıtdı. Sonra donuz qripi. İndi isə koronavirus. Hər bir dövlətin özünün bakterioloji laboratoriyası var. Bakterioloji silah deyirlər ona. Bir dövləti, başqa dövləti məhv eləmək üçün tüfənglə yox, onun nəylə. Ola bilər ki, bu Çinlə yola getməyən bir ölkə, yəqin o virüsü onların laboratoriyasında hazırlayıblar və onu buraxılır. Yarım növlər çıxıb. Onların hamısı çoxu laboratoriyalarda əmələ yaradırlar. Yəni, əvvəlcədən laboratoriyada yaradırlar da və onun dərmanını da hazırlayırlar, vaksinini də hazırlayırlar. Ki, o vaksini də baha qiymətə satırlar. O da biznesdir. Biznesdir, bəli. Bunu biznes eləyirlər. Donuz qripi də eləydi, quş qripi də. Amma bu qrip, koronavirus cəmi
5 növü var. Bu 6-cı növüdür. Bunun hələ vaksini yoxdur. Vaksini yaratmaq üçün uzun müddət vaxt lazımdır. Ondan da bu qrip qutaracaq. Koronavirus nəyə görə qorxuludur? Ona görə qorxuludur. Bu virus ki, ağciyərə daxil oldu, hava ilə keçdi. Hava damcı yolundan keçir bilirsiniz. O, deməli, mütləq ağciyərləri zədələyir. Tez sıradan çıxardır. Onun üçün nə etmək lazımdır? Baxın, adicə insanlar bilməlidirlər ki, hidrogen peroksit var. Kimyaçılar yaxşı bilir. Bu sizin reseptinizdir. Bəli, mənim reseptimdir, bəli, şəxsiz. H2O2. Bu nədir? Bu hidrogen peroksit. Bu hidrogen peroksit apteklərdə var, çox ucuzdur. Qadınlar bunu saçına belə vurardılar, bu hissəsini ağ elə. Deməli, onu şpilsə çəkirsən, 3% olur. Onu çəkirsən şpilsə, onun iynəsini atırsan, buruna belə 1 kub santimetr buraya, 1 kub santimetr buraya tökürsən. Orada o köpüklənir. O köpüklənər, beləcə suyu qalır, amma köpüklənən atomar oksigendir. Atomar oksigen elə bir şəraitdir ki, orada heç bir cinni yaşaya bilməz. Orada nə virus, nə bakteriya, nə mikrob, nə köbələk yaşaya bilməz. Onu da deyim ki, bu virus 1 aya qədər davam elər dünyada. 1 aydan sonra narahat olmayın. Tamamilə səngəcək və yox olacaq. 1 aydan sonra görüşərik, sağ qalsaq. Sizə bütün dünya vətəndaşları adından təşəkkürümüzü bildirərik. Yaxşı, bu qorxulu qriplər, quş qripi, donuz qripi, koronavirus hardan gəlir təxminən dediniz. Bəs hara yox olur? Hər hüceyrənin özünün bir yaşama müddəti var. Bunların da bir yaşama müddəti var. Bu viruslar hüceyrənin içində yaşayır. Başqa yerdə yaşaya bilməzlər. Mikroblar hüceyrədən kənarda yaşayır. Onlar hüceyrənin içinə girərək, onun qidası hüceyrənin nüvəsidir. Bax, bütün o pnevmokoklara, ağciyərə gedəndə ağciyərin bütün hüceyrələrinin nüvəsini sıradan çıxardırsa, funksiyasını yerinə yetirə bilməyəcək. Bax, bu viruslar öz-özünü öləcəklər. Rəşid müəllim, birindən bu qrip, İraq bizdən, keçdi o birinə, o birindən digərinə və beləliklə yayıldı. Birindən o birinə keçdiksən, o get-gedə zəifləyə gedir. Elə bilməyinə ki, o əvvəlki tonda gedir. O birindən o birinə keçəndə o qədər. Özdə bu əsasən nədən asılıdır? Əsasən insanın immunitetindən. İmmuniteti də yaradan qamma globulindir. Bilirsiniz ki, 3 cür zülal var qanda. Albumin, globulin, fibrinogen. Globulinlərdir əsasən. Üçüncüsünü aydın demədiniz. Fibrinogen. Əsasən o globulin nə yaradır? Virusun, mikrobun, zəhərinə qarşı antitoksini. Xammalı odur globulin. Əgər yaşlı adam varsa, mən məsləhət görərdim ki, onlar xaş yesinlər. Ən çox xaşda globulinlər var. İmmunitet qalıqdır. Yəni qripə qarşı xaş. Bəli, qripə. O adamlar o qripə heç tutulmayacaqlar, mən əminəm bunlara. Bütün viruslar və istərsə bədənə keçən mikrob yalnız 2 burun deşiyindən və bir də ağızdan keçə bilər. Bir də boğazı, bir diş sarımsaq yemək məsləhətdir hər axşam. Mən insanlara buradan deyirəm ki, insanları cavan saxlayan, insanların xəstəliyinin qarşısını alan 5-6 amil var. Onlardan birincisi limondur. Ən birincisi sarımsaqdır, soğandır, baldır, ondan sonra petruşkadır, bir də soda. Çünki qanın bizi qocaldan bədənimizdə əmələ gələn turşulardır. O turşular, qanımız və bütün hüceyrələrimiz zəif qələvi mühitdə yaxşı funksiya yerinə yetir. Əgər ürəyin üzərinə bircə damcı turşu töksən, ürək dayanacaq. Turşu mühitdə işləyə bilmir heç bir orqan. Ona görə daima insan bu bədənini bunlarla təmizləməlidir. Rəşid müəllim, əməlli başlı maarifləndirdiniz milləti. Xahiş edirəm o koronavirusa qarşı xüsusi reseptinizi bir də deyin. Çəkiliş qrupumuzun bəziləri görürəm qeyd eləyə bilmədi. Biləsiniz ki, apteklərdə xüsusi dərman var. Ona ruslar Perix vodoroda deyirlər. H2O2. Yəni? Hidrogen peroksitdir. O, deməli, 3% olur. İri adamlara şpirsə 2 qram çəkirsən, 1 qramını iynəsini çıxardırsan və 1 qramını burunla fıskırdırsan, o biri qramda o biri burunla. Nax bunu dediniz. İndi işbazlar Perixin, yəni hidrogen peroksidin qiymətini ağız maskalarının qiyməti kimi qaldıracaq.
O H2 O2-nin. Bilmirəm. Çox köpüyədir, çox ucuzdur. Bəli, bu haqda danışacağıq. Hə. İkincisi də hər axşam ümumiyyətlə insanlar, yaşlı adamlar, ümumiyyətlə yaşlı yox, elə cavanlar da gündə bir diş sarımsaq yeməlidirlər. Özü də onu udmaq yox, yalanla mən udum yox. Çeynəməlisən ki, o ağzı bütün daima dezinfeksiya eləsin. Bir də yaşlı adamlar xaş yesinlər, o zadlar immunitetini artırsınlar. Onda çoxlu globulinlər var. Rəşid müəllim, vicdan insanın əsas keyfiyyətləri arasında sizcə neçənci yerdə olmalıdır? Elə birinci yerdə. Yalnız və yalnız. Vicdan elə həqiqət deməkdir. Vicdan elə insanların əqidəsi deməkdir. İnsan vicdanlı olsa, yəni həqiqi söyləyəcək və vicdanlı olsa düzün yanında olacaq. Heç vaxt dəyrinin yanında olmayacaq. Vicdan o deməkdir. Vicdansız adam hər nə desən eləyə bilər. Vicdan məsələsi hamıya aiddir. Ticari adamlara da. Elədirmi? Hamıya, o vicdan hamıya, insanın hamısına aiddir. Bəzi işbazlar ağız üçün maskaların qiymətini hardasa 10 dəfə artırıb. Ölüm qorxusundan qazanc mı əldə etmək olar? O vicdansızdır. Çox pis, çox biabırçalıdır. Türkiyədə qurbanlıqda ətin kilosunun qiymətini azaldırlar. Qiyməti azaldırlar. Bizdə isə qurbanlıq gələn kimi ətin qiymətini qaldırırlar. Bu ayıb. Bəli, o adamlar vicdansızdır. Ətin qiymətini qaldıranlar vicdansız adamlardır. Siz çox sərt və konkret dediniz. Ona görə də mən çox istəyirlər. Rəşid müəllim, bəziləri sizə şou adamı kimi baxır. Sizcə niyə? Mənim çıxışlarım heç birində şou yoxdur. Mən həqiqəti deyirəm. Mən emosional adamam. Mənim içim yanır. Kim şou başa düşsün. Mən həqiqəti deyirəm. Niyə belə düşünürlər? Onların beyninə soruşdu. Yox, düşünənlərdən soruş. Məndən niyə soruşursan? Bəs elə düşünənlərdən soruşmuşam ki, bunu sizə deyirəm də. Sizlə açıq danışacağım sizinlə. Bəli, əlbəttə. İnsanların hamısı eyni deyil. Eyni vicdanlı deyil. Eyni qabiliyyətdə deyil. Eyni savadda deyil. Eyni düşüncədə deyil. Başlarını işlətməyən insanlar var. Elə insanlar var, onların başı motor kimi işləyir, amma işlətmirlər başlarını. Hər bir şəxs, əgər bu dünyaya gəlibsə, burada bir iz buraxıb getməlidir. Xoş bir iz buraxmalıdır. O xalqına, məmləkətinə, vətəninə, dövlətinə, dövlətçiliyinə qulluq eləməlidir. Əgər bu insan bunların edirsə, bu insan vicdanlı, ağıllı, düşüncəli, dərrakalı bir insandır. Və elə adamlara ziyalı adamlar deyirlər. Qalanlarına ziyalı demək olmaz. Bir ağsaqqal kimi deyin, dağılan ailələrin dağılmaması üçün nə lazımdır? Ailə dağılır, bilirsən, çox şeydən dağılır. Ailə dağılır qadınla kişinin uyğun gəlməməyindən. Bu dağıldı. Nədə uyğun gəlmir? Xarakter. Qarmanal sistemlə gedir. Söhbət qarmanal sistemlə gedir. Uyğun gəlmədikdə bunlar dağılır. Qaynana qarışır ailə işinə, nə bilim mən, ata-anası qarışır qızın və yaxud da oğlan tərəfin, nə hərəsi bir sözlə bir-birini zəhərləyə ailəni dağıdırlar. Bunlar çoxdur problemlər. Yəni bunu şuursuz dağıdırlar. Əlbəttə şuursuz. Şuuru olan adam uşağının qədrini bilər. Şuuru yoxdur onun. Qaynana bir sənətərdir. Qaynana oğlunu daima qısqanır. Oğlunu daima qaynana qısqanır. O qaynana ki, oğlu görür ki, bu yoldaşının əsiridir. Yoldaşı nə deyir, onu eləyir. Bəyəklər anası nə deyir, eləyir axı. Eləyirdi. İndi yoldaşın da sözünə baxır. Bir yerdə yaşayırlar axı, bilirlər. Onda qısqanır, onda onu vurmalıdır o arvad. Qadınların bilirsən nədir? Onların hipokampı beyində, o danışıq mərkəzi bizdən böyükdür. Danışıq. Onlarda bax, biz deyirsiniz, telefonu alıb, 2 saat danışıq elə qutarmır. O hipokampdan gəlir hamısı. Qadınların ikisinin bir saatda danışığını elektrik enerjisinə çevirən maşın olsa, bir sutka Bakını işıqlandırmaq olar. Onlar o qədər qüvvəlidirlər, həqiqətən də. Rəşid müəllim, siz elə indicə alternativ enerji mənbəyi icad etdiniz. Belə bir fikir var ki,
Kişi illərlə kitablardan öyrəndiyini qadın artıq oxumamışdan bilir. Ana söyləməsin, o yerin altında bilirlər üstündə. Amerika alimləri belə bir zad aparılır, təcrübə aparırlar. Müəyyən testlər qoyublar. Kişilər və qadınlar eyni yaşdır. Deməli, qadınlar kişilərdən üstündür. Əgər 15 yaşlı qız uşağını götür, 15 yaşlı oğlan uşağı. 15 yaşlı qız uşağı 15 yaşlı oğlandan qat-qat üstün bilir. Hər şeyi bilir. Hələ bunun heç nədən xəbəri yoxdur yazığın. Gələcəkdə başına nə ələcək, evlənəcək. Deyək ki, bu oğlan evləndi. Bu özünü necə aparmalıdır özündən üstün qızla? Yumruğun vursun stolun üstünə. Yox. Yumruqla arvad ağıllanması heç vaxt. Döyməklə də ağıllanmaz. Sözünü bir dəfə dedim, bu olmaz, bu olar. Bu bitdi. Məştubat yadınızdadır. Qadını kötəkləməyə təklif edir. Məştubatdır o. Mən də rəşt müəlliməm. Məştubatın dediyi ayrı şeydir. O Marksistliyə, İngilizcə onda məştubatdan stat gətirmək olmaz. Bilirsən nətərdir? Qadın doğrudan da xüsusi məxluqdur. Onlar gərək daim onun telini sığallayasan. Ona da çox yaxınlıq da eləmək olmaz ha. Çox yaxınlıq da eləmək olmaz. Hər kişi öz qadından 15% həmişə şübhələnir. Yəni nə olur? Ona nə deyirlər? Qısqanclıq. Bəli. Qısqanır. 15%. 15%. Normal adamla gedir söhbət. Otellodan yox. Qadın da qısqanır. Qadına alladırsansa, qadın bilməməlidir sənin bəzi əməllərini, bəzi işlərini. Onda qadın səni çox istəyəcək. Bu yerdə sizi qadınlar 100% söyləyəcək. Ailədən çox şey asılıdır. Ailə insandır, dili var, başı var. Oturursan, söhbət edirsən, başa salırsan. Başa salınca ki, mən buyam, mənim maaşım bu da Allah, bu sənlikdir. Ailəni dolandır. Mən belə yaşayacağam. İstəyirsən qal, istəyirsən get. Onda da olacaq qadın sənin qulu. Ondan sonra sən hər şeyi məsləhətləşirsən. Amma çox vaxtı öz bildiyin elə ha. Qadınlar da çox yaxşı məsləhətlər verir. Öz bildiyin elə nə deməkdir? Yəni öz bildiyin nədir? Kənarda nəsə yox, onlar qadınları onu anası öyrədəcək, dədəsi öyrədəcək, o kənar. Yəni qadınlar bir deyirsən elə də dəyişdi işləri. Onlar adətən onun bunu padruqası var, ona razı eləmə. Rəfiqəsi. Özünə tabe elə kişini. Bunları öyrədəcəklər. Yəni kişini özünə tabe etmək. Bu qadın üçün prinsipial məsələdir. Bəli, ən birinci. O gələn kimi birinci dişinə vurur, o yumurtanı dişinə vura gelir. Yəni, kişi bərtdir, yoxsa boşdur. Eşidirsiniz, ay çəkiliş qrupu. Birinci evlənəndə birinci qadın gələn kimi bilir ki, yumurta kimi dişinə vurur, görün bu nətərdir. Dişinə, yəni görür ki, bu boş şeydir, bekar şeydir. Ondan sonra bunu qapazaltı eləyir bu kişini. Oradan başlayır söhbətə. İndi bu kişi qapazaltı olmamaq üçün xasiyyət göstərməlidir, eləmi? Bəli, mütləq xarakter. Necə? Necə? Bu olmaz. Bitdi bundan. Bu bilsin ki, qadın bilsin ki, bu olmazsa daha olmaz. Bu söhbətə qayıtmaq olmaz. Onu eləyə bildinsə, bu dediyini edir, bu mümkündür. Bunu ikinci dəfə demək olmaz. Ondan sonra qadın sənin olacaq qulun. O ki, sən görəcək ki, sən ondan savadlısan, sən ondan ağıllısan, sən ondan düşüncəlisən. Mən öz təcrübəmlə deyirəm. Rəşid müəllim, çox müdrik məsləhətlərdir. Xüsusən o yeri ki, kənarda nə edirsən et, amma evdəki bilməsin. Görüşümüzün əvvəlində Üzeyir Hacıbəyovun qeydini xatırlatdım sizə. Oğlun söyüşü atasından öyrəndiyi haqqında. Ona görə hər bir insan ağzından söz çıxaranda övladını fikirləşməlidir. Tamam, doğru. Mən sizinlə çox razılaşdım bu barədə. Yəni, uşağın yanında acı söz yoldaşına və yaxud da pis sözə və yaxud dava salmaq qəti olmaz. İkiyüzlülük də evlad qarşısında etmək olmaz. Nə danışsa, mənim bircə belə səhvim olsa, ya ailəmdə, yoldaşımda, qızlarımda, oğlumda, məni Facebookla bir elərlər. Sən nə danışırsan? Bu siyasətə də aid. Adam var çöldə bir cür danışır, evdə başqa cür. Yəni mövqeysiz adamdır. Elə adamlar var, belə adamlara miyanə adamlar deyirlər də. Miyanə olan adama kişi deyərlərmi? Onun bir mövqeyi olar. Mövqe fikirləşər, düşünər. Bax, bu mövqe düzdür.
Bu mövqenin mənfi cəhətləri nədir? Bunun müsbət cəhətləri nədir? Bunun mənfi. Bir ikisini də analiz edib qoyandan sonra mən bu mövqedə dururam. Aha. Və axıra qədər dayanırsan. Axıra qədər dayanırsan. Bunu üstün sayırsan. Onda o ona deyilir kişidir. Bəs mövqeyini dəyişən adam deyək ki, bu mövqeydən keçdi o birinə. Olarmı belə? Olur elə şeylər. Bir ölülər, bir də dəlilər fikrini dəyişmir. Ölülər, bir də dəlilər fikrini dəyişməz. Amma qalan insanlar dəyişə bilərlər. Görüş özü də əsaslandırıb dəyişə bilər. Mövqeyli adamı necə aid etmək olar? Mövqeyli adam danışığınla əməlləri eynisə bu mövqedir. Danışığı və əməlləri eynidirsə, bu adam mövqeyli adamdır. Bu adama nə arxalanmaq olar, düzgündür. Amma sən burada belə danışırsan, bu tərəfdən də bu əməlləri törədirsən. O mövqeysiz adamdır. Onu yaxın buraxmaq olmaz. Sonda qəribə bir fikir. Elm və texnika dəhşətli sürətlə inkişaf edir. Amma mənəvi dəyərlərə tələblər elə həminkilərdir. Qazıntılar zamanı tapılan qədim Misir papirusunda eramızdan əvvəl bir əmioğlu belə yazıb. Dünya çox dəyişib və korlanıb. Hər kəs kitab yazmaq istəyir və uşaqlar valideynlərinin sözünə baxmır. Bu dünya biləsiniz neçə dəfə dolub və boşalıb. Neçə milyon illərlə bunlar dolub boşalıb və bundan qabaq da inkişaflar olub, bəlkə nələr olub, Sputnik də olub. Sputniklərə, texniki inkişafa baxmayaraq adama elə gəlir ki, o qədim Misir papirusunda yazan əmioğlu haqlıdır. Dünya dəyişib və korlanıb. Elm və texnika irəliləyir, mənəviyyat isə axsayır. Niyə korlanıb? Onu korlayan bizik. Dünya həmənki dünyadır. Yaz gəlir, yazdan sonra yay gəlir, yaydan sonra payız gəlir, payızdan sonra qış gəlir. Heç bir yerin dəyişmədi. Dünya oradaca durur. Amma dəyişən insanlardır. İnsanlar çox dəyişib. Çox dəyişir ona görə ki, onun mühiti dəyişdirir onu. Bu fikri elə bir Yahudilərin müqəddəs kitabı Talmuddan dediniz. Zaman tərpənmir, dayanıb. Biz keçirik zamanın yanından. Sağ olun. Sağ olun, təşəkkür edirəm. Sağ olun. Sağ olun.